Vektorun koordinatları, uzunluğu, cəmi, fərqi və ədədə vurulması. Birinci. Vektorların fərqini tapın. A çıxmaq B vektorun komponentlərini tapın. Komponent də deyirlər, fərq də deyirlər. Yox, komponent də deyirlər, koordinat da deyirlər. Vektorun koordinatlarını da tapın deyə bilər. Komponentləri də tapın. A vektorun komponentləri burada 1 ilə -3'dir. B vektorun komponentləri 3 ilə 1'dir. Vektordan vektoru çıxanda birinci koordinatdan birinci koordinatı çıxıb birinci yerdə yazırlar. 1-dən çıxacaq 3'ü. -3'dən də çıxacaq. İkinciden də ikincini çıxıb ikinci yerdə yazırıq. -2, -4. B bəndi. İkinci, vektorların cəminin komponentlərini tapın. A vektoru plus B vektoru. Deməli, birinci koordinatla birinci koordinatı toplayıb birinci yerdə yazmalıyıq. İkinci ilə ikincini toplayıb ikinci yerdə yazmalıyıq. Eləyir 2, 0. B bəndi. Üçüncü. Vektorun uzunluğunu tapın. Vektorun uzunluğu və yaxud modulda deyirlər, bərabər olur kök altında koordinatların kvadratları cəmi. 225, 15 çıxır. Y bəndi. Vektorun uzunluğunu tapın. 5'in kvadratı üstə gəl 12'nin kvadratı. 13. B bəndi. Beşinci. Vektorlardan hansı vahid vektordur? Uzunluğu 1 olan vektora vahid vektor deyilir. Deməli, burada B bəndi vahid vektordur. Çünki onun uzunluğu eləyir. -1'in kvadratı üstə gəl 0'ın kvadratı. Bu deyilir 1. Altıncı. Hansı vahid vektordur? D bəndi. Kök altında 1'in kvadratı üstə gəl 0'ın kvadratı eləyir 1. Yedinci. Vektorun mütləq qiymətini tapın. Uzunluq mütləq qiyməti eyni şeydir. 3'ün kvadratı üstə gəl 4'ün kvadratı. Eləyir 5. A bəndi. Mütləq qiymətini tapın. 6'nın kvadratı üstə gəl 8'in kvadratı. Eləyir 10. D bəndi. Deyir, 2'ni A vektoruna vurun əvvəl. Ədədi vektora vuranda ədədi vektorun hər bir koordinatına vururlar. 2'ni vuracaq 4'ə. Sonra 2'ni vuracaq -1'ə. Eləyəcək 8, -2. Sonra 3'ü B'yə vuracaq. 3 vurulsun B vektoru. 3'ü vuracaq. B'nin birinci koordinatı -2'dir. İkinci koordinatı 5'dir. Hər ikisinə vururuq. Olur -6, 15. Sonra deyir, aldıqlarınızı çıxın bir-birindən. 2A vektorundan 3B vektorunu çıxın. Çıxanda da birinciden birincini çıxacaq. 8 çıxmaq -6. -2 çıxmaq 15. Eləyir 14. -17. 14. -17. B bəndi. Nömrə 9 idi. Nömrə 10. 3A üstə gəl 2B. 3 vurulsun A. 3'ü vuracaq 3'ə.
3'ü vuracaq mənfi 4. Eləyir 9 mənfi 12. Sonra 2b. 2'ni b vektoruna vuranda 2'ni vuracaq mənfi 2'ye. 2'ni vuracaq 5'e. Eləyir mənfi 4, 10. Sonra deyir 3a vektoru ilə 2b vektorunu toplayın. Olacaq deməli 9 üstə gəl mənfi 4. Mənfi 12 üstə gəl 10. Eləyir 5 mənfi 2. 10-cu. 5 mənfi 2 C bəndi. 11. Mənfi 3'te 1 vurulsun x vektoru. X vektorun qiymətini yazaq yerinə m vektoru plus m vektoru. Çıxmaq y vektoru mötərizədə yazmaq lazımdır. Y verdə m vektoru, çıxmaq m vektorudur. Deməli, adi ədədlərdə olduğu kimi vektorlar üzərində əməllər də həmin qayda ilə gedir. Mənfi 3'te 1 mötərizəyə vuranda hər birinə vuracaq. Mənfi 3'te 1 m vektoru, mənfi 3'te 1 m vektoru. Mötərizə açırıq. Çox ədədlər üzərində əməllərdəki kimidir. Mənfi 3'te 1 m, mənfi m eləyir mənfi 3'te 4 m. Əmsallarını toplayırıq. Mənfi 3'te 1 m müsbət n. Bizdən 3'te 1 çıxırıq, eləyir 3'te 2 n. Mənfi 3'te 4 m üstə gəl 3'te 2 n. B bəndi. 12. Mənfi x vektorunun yerinə m vektoru plus m vektoru mötərizə yazmaq lazımdır. 3'te 1 vurulsun m vektoru, y vektoru. O deyir m vektoru çıxmaq m vektoru. Bərabərdir. Mötərizələri açaq. Və oxşar toplamları islah eləyək. Mənfi m, mənfi 3'te 1 m. Eləyir mənfi 3'te 4 m. Mənfi n 3'te 1 n eləyir mənfi 3'te 2 n. Mənfi 3'te 4 m, mənfi 3'te 2 m. C bəndi. 13. Lambdanın hansı qiymətlərində vektorun uzunluğu 5'e bərabərdir? Vektorun uzunluğu onun koordinatlarının kvadratları cəminin kvadrat kökünə bərabərdir. Kvadratların cəmi tapdıq. Sonra da kvadrat kök aldıq. Bu da bərabərdir 5'e. Bu tənliyi həll eləyək. Hər iki tərəfi kvadrata qaldırsıq. 9 plus 4 lambda kvadrat bərabərdir 25. Buradan 4 lambda kvadrat bərabərdir 16. Lambda kvadrat bərabərdir 4. Lambda da bərabərdir plus minus 2. D bəndi. 14. Lambdanın hansı qiymətlə vektorun uzunluğu? Tapaq vektorun uzunluğu eləyir 4 lambdanın kvadratı üstə gəl mənfi 8'in kvadratı. Bu vektorun uzunluğu bərabərdir 4 kök altı 14. Hər iki tərəfi kvadrata qaldıraq. 16 vur 14. 16 lambda kvadrat bərabərdir. 16 vur 14'ten çıxaq. 64'ün yerinə yazaq. 16 vur 4. 16 lambda kvadrat bərabərdir. 14'ten 4 çıxanda 10, 16'ya vuranda 160. Lambda kvadrat 10. Lambda eləyir plus minus kök altı 10. 14. D bəndi. 15.
Nöqtələri verilib CD vektorun komponentlərini tapın. Vektorun komponentlərini tapanda birinci koordinatdan birincini çıxıb birinci yerdə yazırlar. 2-dən çıxırıq -1-i. İkincidən də çıxırıq ikincini yazırıq ikinci yerdə. Üç -4. Deməli 15. 2 çıxdıq -1, 3 elədi. -3 çıxdıq 1, -4 elədi. Komponentləri tap. 3 -4, 3 -4. C, D. D'dən C'nin çıxmalı o əksinə. Vektorun koordinatlarını tapanda sırayla çıxmaq lazımdır. Sonundan əvvəli çıxacaq. -1 çıx 3. -1 çıx 2. 1 çıx -3. Bərabərdir. -3, 4. A bəndi. On altı. C, D. Yəni D'nin koordinatından C'nin uyğun koordinatını çıxırıq. -1 çıxmaq 3. 3 çıxmaq -2. -4, 5. C bəndi. 17. K'nın hansı qiymətində vahid vektor olan. Uzunluğu 1 olan vektora vahid vektor deyirlər. Vektorun da uzunluğunu tapanda koordinatları kvadrata qaldırıb toplayıb kök alırlar. 1. 9, 16, 25 K kvadrat bərabərdir 1'ə. 5 modulda K bərabərdir 1. K bərabərdir. Plus minus 1'i 5'e bölündü 0 onda 2. A bəndi. 18. Vektorun uzunluğunu tapın. Deməli bu fəzadadır vektor. 3 koordinat var. Fəzada da həmin qayda ilə. Vektorun uzunluğu bərabər olur. Koordinatlarının kvadratları cəminin kvadrat kökünə. Y bəndi. Vektorun uzunluğunu tapın. Burada fəzadır. 3 koordinat var. 4 kök altı 3'ün kvadratı, üstə gəl 2'nin kvadratı, üstə gəl 2 kök altı 3'ün kvadratı. 8, 4, 12, 64, kök çıxır 8. A bəndi. 20. X'in hansı qiymətində vektor uzunluğu 5 olar? X kvadrat üstə gəl -3'ün kvadratı üstə gəl 4'ün kvadratı bərabərdir 5. Hər iki tərəfi kvadrata qaldırılır. X oldu 0. D. Y'in hansı qiymətində vektorun uzunluğu 10 olar? -6'nın kvadratı üstə gəl y'in kvadratı üstə gəl 8'in kvadratı bərabərdir 10. 36 üstə gəl y kvadrat üstə gəl 64 bərabərdir 100.
Buradan y kvadrat beraber 0, y değil 0. 21 B bendi. 22 vektorların cəminin komponentlərini tapın. Əvvəlcə vektorların cəmini tapaq. A plus B. Təzə bir də vektor verir, vektorla vektoru toplayanda. Və onu almaq üçün cəmi tapmaq üçün uyğun koordinatları toplayırıq. 2 üstəgəl -1. -3 üstəgəl 2. 4 üstəgəl -3. 1 -1 1. İndi uzunluğunu tapaq. 1'in kvadratı üstəgəl -1'in kvadratı üstəgəl 1'in kvadratı. Müstəvid olduğu kimi kök altda 3. Komponentləri soruşur, deməli uzunluğu soruşmur. Bu artıqdır. Deməli 1 -1 1. 1 -1 1. C bəndi. 23. Cəminin komponentlərini tapın. Burada C vektoru yazmaya da bilərik. Elə başlaya bilərik belə. 3 üstəgəl -2. Birinci ilə birincini topladıq. İkinci ilə ikincini. -1 üstəgəl -2. Üçüncü ilə də üçüncünü. 6 üstəgəl -1. 1 -3 5. 1 -3 5 B bəndi. Vektorun fərqinin uzunluğunu tap. Əvvəlcə vektorun fərqini tapaq. C ilə işarə eləyək bunu. A'dan B'yi çıxanda A'nın birinci koordinatı B'nin birinci koordinatını çıxacaq. İkinciden ikincini. Üçüncüden de üçüncünü. İki, -1, -4. Şimdi bu vektorun uzunluğunu tapırıq. 2'nin kvadratı, -1'in kvadratı, üstəgəl -4'ün kvadratı. 5, 16, 21. Y bəndi. 16. Bir də yoxlayaq. 6'dan 4 çıxanda 2. -3'dən -2 çıxanda -1. 0'dan 4 çıxanda -4. Deməli 6'dan 4 çıxanda 2. -3'dən -2 çıxanda -1. 0'dan 4 çıxanda -4. 2'nin kvadratı 4. 1'in kvadratı 1. 4'ün kvadratı 16. 20, 21, 24. 24 Y bəndi. 25. A vektor çıx B vektor. Vektordan vektoru çıxanda təzə bir də vektor verir. 3'dən çıxırıq 3'i. -2'dən çıxırıq 1'i. 5'dən çıxırıq 4'ü. 0, -3, 1. İndi uzunluğunu tapaq. 0'ın kvadratı, -3'ün kvadratı, 1'in kvadratı. Eləyir 10. D.
26. C vektoru bərabərdir. 4'ü vururuq A vektoruna. 4 vur mənfi 1. 4 vur 1. 4'ü hər bir koordinatına vururuq A. Üstə gəl B. B-ni olduğu kimi yazırıq. Eləyir mənfi 4, 4. Üstə gəl 1, 3. Mənfi 4, üstə gəl 1. 4, üstə gəl 3. Eləyir mənfi 3, 7. İndi uzunluğunu tapaq. Elli səkkiz. Y bəndi. 27. 2 vur A. 2 vur A çıxmaq B. Tutaq ki, bir də C vektoru verir hesablayanda və bunu tapmaq üçün 2'ni vuruq əvvəl A vektoruna. 2 vur 1. 2 vur mənfi 1. 2 vur 2. Çıxmaq B vektoru. B vektoru mənfi 1. Mənfi 6, 4. C vektoru 2. Yok burada. Burada B vektoru özüdür. Onda B vektorunu özün yaz. B vektoru. Deməli, C vektorun koordinatları oldu 2, mənfi 2, 4. Çıxmaq B vektoru. Mənfi 1, mənfi 6, 4. Şimdi C'dən B çıxanda bir də təzə vektor verir. D ilə işarə edək. 2 çıxmaq mənfi 1. Mənfi 2 çıxmaq mənfi 6. 4 çıxmaq 4. 3, 4, 0. Şimdi bu vektorun uzunluğunu soruşur. 3'ün kvadratı, 4'ün kvadratı, 0'ın kvadratı. 5. A bəndi. 28. A vektoru çıx B vektoru. Deməli, birincidən birincini çıxıb birinci yerdə yazırıq. İkincidən də ikincini çıxıb ikinci yerdə. Mənfi 2 çıx 3. 5 çıx 1. Mənfi 5, 4. Şimdi bunun uzunluğunu soruşur. Uzunluq olacaq. Mənfi 5'in kvadratı üstə gəl 4'ün kvadratı. 25, 16, 41. B bəndi. 29. Cəmi mütləq qiyməti. Deməli, A vektoru üstə gəl B vektoru. Bunların cəmini işarə eləyək C ilə. Birinci ilə birincini toplayıb birinci yerdə.
İkinci ile ikincini toplayıp ikinci yerde yazırıq. 2, 3. İndi C vektorunun uzunluğunu tapırıq. 2'nin kvadratı üstəgəl 3'ün kvadratı. Kök altı 13. C bəndi. 30. A vektoru üstəgəl B vektoru. İşarə eləyəmə C vektoru. Bu da beraber olur. 30. Mənfi 2 üstəgəl 3. 30 mənfi 2 5 üstəgəl 1. Bu da beraberdir. 1, 6. Şimdi C vektorunun uzunluğunu tapaq. Otuz yedi. C bəndi. 31. 2A çıxmaq 5B vektoru. 2A çıxmaq 5B vektoru. İşarə eləyəmə C ilə. 2'ni bırak A'ya. 2'ni 2'ye vuranda 4. 2'ni mənfi 1'e vuranda mənfi 2. 2'ni 4'e vuranda 8. 5'i bırak B'ye. 5 ile 3 15. 5'i 0'a vuranda 0. 5'i mənfi 2'ye vuranda mənfi 10. Beraberdir. İndi çıxaq. 4'ten 15 çıxanda 10, mənfi 11. Mənfi 2'den 0 çıxanda mənfi 2. 9'da mənfi 10 çıxanda 19. İndi deyir ki, bu soruşur da mənfi 11, mənfi 2, 19. Mənfi 11 var, mənfi 2 də var, 19 yoxdur. 19 nətər aldıq? 2'ni vurduq 4'e elədik. 2'ni 4'e vuranda 8 eləyir. 8'den də mənfi 10 çıxanda 18 eləyir. Deməndi. 32. A vektorun başlangıcının A nöqtəsi olsun. Komponentlərim onun mənfi 3, 0'dır. AB vektorunun sonu B nöqtəsi olsun. Koordinatları eləyir 0, mənfi 2. İndi AB vektorunun, yəni A vektorunun koordinatlarını tapaq. 0'dan çıxırıq mənfi 3'i. Sonundan əvvəl çıxırıq. Mənfi 2'dən də 0'ı. 3, mənfi 2. B bəndi. 33. Deməli, A vektorun başlanğıcı A, sonu B nöqtəsinə işarə eləyək. A nöqtəsinin koordinatları 3, 0'dır. B nöqtəsinin koordinatları 0, 2'dir. Deməli, A vektoru AB vektoru deməkdir. Vektorunda koordinatlarını tapanda sonundan başlanğıcı çıxırlar uyğun koordinatları. 0'dan çıxırıq 3'i, 2'dən çıxırıq 0'ı. Alınır mənfi 3, 2. B bəndi. 34.
M-in hansı qiymətində vektorların uzunluğu bərabər olar? A vektorun uzunluğunu tapaq. 4'ün kvadratı, yox 4'dür. 4 çıx m-in kvadratı, üstə gəlmək 3'ün kvadratı. B vektorunun uzunluğu bərabərdir. 5'in kvadratı, üstə gəlmək m plus 2'nin kvadratı. Deyir, bunlar bərabərdir bir-birinə. Köklər bərabərsə, onda kökün altı da bərabər olacaq. 4 minus m-in kvadratı üstə gəlib 9 bərabər olacaq 25 üstə gəl m plus 2'nin kvadratına. Asaq düsturları 16 çıxmaq 8m üstə gəl m kvadrat üstə gəl 9 bərabərdir 25 üstə gəl m kvadrat üstə gəl 4m üstə gəl 4. M kvadratlar getdi. Mənfi 8m çıxmaq 4m bərabərdir 29 çıxmaq 25. Mənfi 12m bərabərdir 4. 29'un 5'də 4. M bərabərdir mənfi 3'də 1. M bərabərdir mənfi 3'də 1 A bəndi. Burada da deyir, M-in hansı qiymətində vektorların uzunluqları bərabərdir. Yəni 5 plus M-in kvadratı üstə gəl 12'nin kvadratı bərabərdir 13'ün kvadratı üstə gəl m minus 1'in kvadratı. Açaq. M bərabərdir 12'də 1. Y bəndi. AB vektorunun modulunu tapın. Əvvəlcə AB vektorunun koordinatlarını tapaq. Deməli, sonunun koordinatından başlanğıcın koordinatını çıxacaq. Mənfi 5 çıxmaq 0, 4 çıxmaq 2. Mənfi 5, 2. İndi modulunu tapaq. Mənfi 5'in kvadratı üstə gəl 2'nin kvadratı. 29. 37. Əvvəlcə AB vektorun koordinatlarını tapaq. Sonlu koordinatından başlanğıcın uyğun koordinatını çıxacaq. Mənfi 2 çıxmaq mənfi 1. 3 çıxmaq 4. Mənfi 1, mənfi 1. AB vektorun uzunluğu bərabərdir. Mənfi 1'in kvadratı üstə gəl mənfi 1'in kvadratı. 1 üstə gəl 1, bu deyilir kök altında 2. A bəndi. A və B vektorları verilib, cəmin modulunu soruşur. Əvvəlcə A plus B-nin cəmini tapaq.
5 üstə gəl 3, 7 üstə gəl m. 8 üstə gəl 8 birinci koordinat, ikinci koordinat 7 plus m. İndi uzunluğunu tapaq. 8'in kvadratı 64, 7 plus m kvadrat. Şərtə görə bu da bərabərdir 17'ye. Kvadrata qaldırıb kökdən qutaraq. 289 289'dan 64 çıxaraq 225. Kvadratı 25 olan 2 ədəddir. Biri 15, biri mənfi 15. M bərabər 8, M1. M2 mənfi 22. M'i tapın. 8 və mənfi 22. A bəndi. A vektoru çıxmaq B vektoru bərabərdir. Mənfi 2 çıxmaq 3, M çıxmaq 1. Mənfi 5, M minus 1. Uzunluğu şərtə görə bu da 13'dür. Kökdən qurtarmaq üçün hər iki tərəfi kvadrata yüksəldək. M minus 1'in kvadratını tapaq buradan. 169'a 24 çıxırıq. 21 çıxırıq 144. Kvadratı 144 eləyən ədəd biri mənfi 12'dir, biri də 12'dir. M1 bərabərdir mənfi 11. M2 bərabərdir 13. Mənfi 11, 13 B bəndi. ABCD poliqramın diaqonalları O nöqtəsində kəsişir. AB vektorunu AO bərabərdir A və BO bərabərdir B vektorları ifadə edir. Vektorların toplama qaydası belədir. Tutaq ki, bizə 2 dənə vektor verilib. A vektoru, bir də B vektoru. Bunların cəmi niyə deyilir? Müəyyən nöqtədən etibarən A vektoruna bərabər vektor qururuq. Bərabər vektor deyəndə uzunluğu onun uzunluğu eyni, istiqamət eyni, yəni paralel düz xəttlər üzərində olsun. A vektoru və həmin nöqtədən etibarən də olar, amma əsasən sonundan A vektorun sonundan B vektorunu qururuq. Birinci vektorun başlanğıcı ilə ikinci vektorun sonunu birləşdirən vektora bu vektorların cəmi deyilir. Böyük hərflərlə yazanda onda belə olur. Deməli, AB vektoru üstə gəl BC vektoru bərabərdir AC vektoru. Yəni birincinin vektorun qutardığı hərfdən ikinci vektor başlayır. Nəticədə birinci vektorun başlanğıcı ilə sonunu birləşən vektor bunların cəmi olur. AB üstə gəl BC bərabərdir AC. Bu qaydadan istifadə edərik indi. 40.
Deməli, AB vektoru üstə gəlirsin BO vektoru bərabər olur AO vektoruna. Buradan AB vektorunu tapanda bərabər olur AO vektoru çıx BO vektoru. AO vektoru çıx BO vektoru. AO vektoru verib A, BO vektoru verib B. ABCD paralelogramında diagonal O diagonalca BA vektorunu deməli yenə üçbucaq qaydasını tətbiq eləsin. Burada deməli ne yaza bilərik? BA bizə BA vektoru üstə gəlməyə AO vektoru bərabərdir BO vektoruna. Buradan da alınır BA vektoru bərabərdir BO vektoru çıxma AO vektoru. BO vektoru verib B, AO vektoru verib A. Vahid vektorlarsa M-i tapın. Uzunluğu 1 olan vektora vahid vektor deyilir. M-in kvadratı üstə gəl 25'də 9 bərabərdir 1'ə. M kvadrat üstə gəl 25'də 9 bərabərdir 1'ə. M kvadrat bərabərdir 25'də 16. M də bərabərdir plus minus 5'də 4. Yeməndi. 43. K kvadrat üstə gəl 25'də 16 bərabərdir 1. K kvadrat bərabərdir 1 çıx 25'də 16. Bu deyilir 25'də 9. 5'də 3. Yeməndi. 44. AC vektorunu tapaq əvvəl. C'nin koordinatından A'nın uyğun koordinatını çıxacaq. C'nin 7 çıxmaq 2, 9 çıxmaq 4. Eləyir 5, 5. Sonra tapaq BD vektoru. BD, D'nin koordinatından B'nin koordinatını çıxacaq. 16 çıx 6, 8 çıx 5. 10, 3. Sonra AC vektoru ilə BD vektorunu toplayaq. Birinci ilə birincini toplayırıq. 5, 10, 5, 3. 15, 8. Modulu soruşur indi. Modulu da bərabər olur. 15'in kvadratı üstə gəl 8'in kvadratı. 225, 64, 289, 17. D bəndi. Evet. 45. MN vektorun uzunluğunu tapın. Deməli, M nöqtəsinin koordinatları 2, 0'dır. N nöqtəsinin koordinatları -2, 4'dür.
Onda MN vektorun koordinatları tapacaq. Mənfi 2-dən 2-ni çıxacaq, 4-dən də 0. Eləyir mənfi 4, 4. MN vektorun koordinatları mənfi 4, 4. İndi də uzunluğunu tapaq. 16, 16 olacaq 16 vur 2. 4 kök altda 2. Yeməndi. 46. AB vektorun uzunluğunu tapın. Başlanğıcın koordinatları olur mənfi 2, 0 apsisok üzərində olduğundan. B nöqtəsində koordinatları olur 3, 5. İndi AB vektorun koordinatını tapmaq üçün sonunun koordinatından başlanğıcın uyğun koordinatını çıxırıq. Oldu koordinatlar 5, 5. İndi uzunluğunu tapaq. 5'in kvadratı üstəgəl 5'in kvadratı. Eləyir 5'in kvadratı vur 2. Bundan da 5 çıxır. Kök altda 2 qalır. Yeməndi. 47. C nöqtəsi paralelogramın AD tərəfinin orta nöqtəsidir. Çəkək şəkli. C nöqtəsi A, B, C, D paralelogramın AD tərəfinin orta nöqtəsidir. BC vektorunu AD tərəfinin orta DA bərabərdir A. DA bərabərdir A. AB bərabərdir B. Vektorlarla ifadə edilir. Şəkildən görünür ki, və verilənlərə əsasən DA vektoru 2 vur GA vektoruna bərabərdir. GA vektoruna bərabərdir. 2 GA vektoru. Bizdən nəyi soruşur? BC vektoru. Bunu da belə yazalım. Deməli, GA vektoru 2'də 1 DA vektorudur. Yəni 2'də 1 A vektorudur. BC vektorunu tapmaq üçün də üçbucaq qaydasına əsasən BA vektoru ilə AC vektorunu toplamalıyıq. BA vektoru AB vektorunun əksidir. Bu eləyir mənfi B. AC vektoru da GA vektorunun əksidir. Bu eləyir mənfi 2'də 1 A. Mənfi 2'də 1 A, mənfi B. D variantı. Toplamlar yerini dəyişə bilər. 8. C nöqtəsi ABCD paralelogramın AD tərəfinin orta nöqtəsidir. AD tərəfinin orta nöqtəsi. C vektorunu
CG vektorunu DA bərabərdir A. AB bərabərdir B. İfadə edir. Üçbucaq qaydasına əsasən CC vektoru bərabərdir CD üstəgəl DC. CD mənfi B vektorudur. DC vektoru da DC. DA'nın yarısıdır. DA da 2'də 1A. Toplamların yerini dəyişsək 2'də 1A çıxmaq B vektoru. 48 A bəndi. 49. Vektor koordinat başlanğıcından ayrılanda vektorun sonunun koordinatları elə vektorun öz koordinatları və ya öz komponentləri olur. Ona göre OM vektorun komponentləri 2, 5'dir. OM vektorun komponentləri -5, -1'dir. Bize M vektorunun yani O ile OM'in cəmi soruşur. Toplayanda birinci ilə birincini toplayıb birinci yerdə yazırlar. İkinci ilə ikincini toplayıb ikinci yerdə yazırlar. -3, 4. D bəndi. OM vektorunun komponentleri 4 -1 yani sonunun komponentleri. OM vektorunun komponentleri bu da M'in koordinatları da bu. -1, 5. Sonra ON üstəgəl OM. 4 üstəgəl -1. -1 üstəgəl 5. 3, 4. Y bəndi. 51. 3 vurulsun A üstəgəl B vektorunun uzunluğu deyir ki 17'də. Əvvəlcə komponentlərini tapaq. 3'ü vururuq A vektoruna. 3'də 5, 15. 3'ü K'ya vuranda 3K. 3'ü -2'ye vuranda -6. Bu 3A. Üstəgəl B. B də 2, 15, 6'dır. 2, 15, 6. Toplayaq bunları. 15 ilə 2, 17. 3K üstəgəl 15. -6 ilə 6, 0. İndi uzunluğunu tapaq. Uzunluğu. 17'nin kvadratı, 3K plus 15'in kvadratı, 0'ın kvadratı. Onun da uzunluğu bərabərdir 17'ye. Kvadrata qaldırırıq. Bu 7'nin kvadratları gedir. 0. K oldu -5. A bəndi. 52. OX oxu ilə 60 dərəcəli bucaq əlimi vektorun bu ox üzərində proyeksiyası kök 63'ə bərabərdir.
Proyeksiyası kök vektorun uzunluğunu tap. 30 derece A bucağı onda 30 derece olur. 30 dereceli bucağın xassiyəsinə görə OA vektoru bərabər olur 2 kök altda 3. C bəndi. OX oxu ilə 30 dərəcəli əmələ gətirən vektorun bu ox üzərində proyeksiyası 3-ə bərabərdir. Vektorun uzunluğunu tapın. 30 dərəcəli bucağın xassiyəsinə görə AB bərabərdir 3 böl kök altda 3. Bölür kök altda 3. Onda OA da bərabərdir 2 vur kök altda 3. 30 dərəcəli bucaq hipotenuz katetdən 2 dəfə böyükdür. 2 kök altda 3. B bəndi. Vektorun çıxılma qaydasına görə hər hansı vektor belə idi qayda. Müəyyən nöqtədə onun sonuna gələn vektordan, burada 3A plus B-dir o, başlanğıcına gedən vektoru, yəni 2A minus B-ni çıxmaqla alınır. Yəni hər hansı vektor onun müəyyən bir nöqtədən sonuna gələn vektordan başlanğıca gedən vektoru çıxır. Çıxma qaydası belədir. Bunu da sadələşdirəndə eləyir A vektoru üstə gəl 2B vektoru. A vektorun komponentləri 3, mənfi 4. 2-ni B vektoruna bıraq. 2-ni 6-ya vuranda 12, 2-ni 12-ya vuranda 24. Sonra bu vektorları toplayanda 3-dən 12-ni toplayırıq 15. Mənfi 4-dən 24-ü toplayırıq 20. Bu vektorun indi uzunluğunu tapaq. Uzunluğunu tapaq. X vektorun uzunluğu bərabərdir. 15-in kvadratı üstə gəlir 20-nin kvadratı. 625, 25 çıxır kökdən. A bəndi. 55. Mərkəzi O nöqtəsində olan homotetiyada əmsalı 2 olan homotetiyada A nöqtəsi hansı nöqtəyə keçir? A nöqtəsinin keçdiyi nöqtəyə A' düşük. Onda homotetiyanın tərifinə görə OH' vektoru bərabər olmalıdır. 2 vurulsun OA vektoruna. A' nöqtəsinin koordinatlarını x, y götürsük. Onda OH''in komponentləri olar belə. X çıxılsın 3, Y çıxılsın mənfi 2. 2 vurulsun OA'nın komponentləri. Mənfi 2 çıxılsın 3. Mənfi 2, mənfi 1 çıxılsın mənfi 2. Buradan x minus 3, y plus 2 bərabərdir. Mənfi 2, mənfi 3, mənfi 5, 2-yə vuranda mənfi 10. Mənfi 1-dən mənfi 2 çıxanda 1, 1 də 2-yə vuranda 2. Vektorların bərabərindən çıxır ki, x minus 3 bərabərdir mənfi 10-a. Y plus 2 bərabərdir 2-yə. X bərabərdir mənfi 7, Y bərabərdir 0. Mənfi 7, 0. C bəndi. 56. Mərkəzi A nöqtəsində əmsalı 3 olan homotetiyada 2-5 nöqtəsi hansı nöqtəyə keçir? A nöqtəsinin keçdiyi nöqtə 2 əmsallı homotetiyada. A' olsun, onun da koordinatları olsun x, y. Onda o A' vektorunun komponentləri bərabər olur. X çıxılsın mənfi 4, yəni x plus 4. Y çıxılsın 3. Sonra OA'nın komponentləri
A'nın koordinatından O'nun koordinatını çıxırıq. A'nın koordinatı 2-dən -4 çıxanda 6. 2-dən 5-dən 4 çıxanda 2. Sonra tərifə görə OH bərabərdir 3 vurulsun OA. OH-in koordinatları, komponentləri x plus 4, y minus 3. 3'ü OA'ya yazıranda 3'ü vururuq 6'ya 18, 3'ü vururuq 2'ye hər birinə yəni 6. Vektorların bərabərində alınır ki x plus 4 bərabərdir 18, y minus 3 bərabərdir 6. X bərabərdir 14, y bərabərdir 9. 14, 9, y bəndi. Nömrə 57. Deməli, D vektorun üçbucaq qaydasına görə yaza bilərik. D vektoru bərabərdir. DC vektoru üstə gəlsin C vektoru. DC vektoru hələ B vektorudur. Yaradıq B vektoru. C vektoru nədir? C vektoru deməli V-min MC-yə nisbəti 3/1'dir. V-min MC-yə nisbəti. Yəni bura 3K'dırsa bura K'dır. Onda C vektoru CB'nin 4'dən biridir. Yəni mənfi A'nın. Bu eləyir -4/1 A'nın əks istiqamətli olduğuna görə də bu. -4/1 A. Cevap Y bəndi. ABCD paralelogramında BK'nın KC'ye nisbəti 4/1'dir. Burada 4 məsəl üçün X, burada X olsun. Deyir ki, DK vektoru. Üçbucaq qaydasına görə DK vektoru bərabərdir DC üstə gəl CK. DC vektoru B vektoruna bərabərdir. Yazaq B. CK nədir? CK'nın istiqaməti birinci A vektoru istiqamətinin əksi, onda mənfi olacaq burada. 4x, x 5x eləyir, onda 5/1 eləyir. Mənfi 5/1 A oldu. B çıx 5/1 A. Y bəndi. 59. A və B vektorları üçün A üstə gəl B-ni tapın. Koordinatlarla yazmaq hissəsi A vektorun komponentləri olur kök altda 7, 0. B vektorun komponentləri olur 0, -3. Koordinat başlanğıcına ayrıldığına görə. Onda A vektoru plus B vektoru olur kök altda 7, -3. Uzunluğu da bərabərdir 4. 60. Deməli yenə
Deməli, A vektorunun komponentləri A vektorunun komponentləri 9, 0. B vektorunun komponentləri 0, 12. Onda A plus B vektorunun komponentləri 9 ile 0'ı toplayanda 9, 0 ile 12'yi toplayanda 12. İndi də uzunluğu 9'un kvadratı üstə gəlir 12'nin kvadratı. 81, 144, 225, kök alanda 15. Vektorların toplanması için poligram qaydasından mövcuddur. Deməli, iki vektor üzərində qurulmuş vektorun həmin nöqtədən çıxan diagonalı bu vektorların cəmi olur. Yəni, AC vektoru poligram qaydasına görə AB ilə AD'nin cəmidir. Bunu da verib ki, F vektorudur bu. Komponentləri də -5 ilə 12'dir. Bizdən soruşur AM vektoru. AM vektoru 2'də 1 AC vektorudur. 2'də 1'i vuranda eləyəcək ondan -2'də 5, 5'ə vuranda 2'də 1'i 2'yə vuranda eləyir 6. AM parçasının uzunluğunu soruşur. Uzunluğu bərabərdir 4'də 25, üstə gəl 36. 4'də 169, eləyir 2'də 13, yəni 6 tam 10'da 5. Homotetraya oxşarlıq çevrilməsidir. Əmsallar K dəfə dəyişir. Ona görə AB məsafəsini tapaq. Beş çıx 0,5'in kvadratı üstə gəl 2 çıx -4'ün kvadratı. Dörd tam 5'in kvadratı 20 tam %25. 6'nın kvadratı 36. 56 tam %25. Bundan da çıxır 7 tam 5. Bu AB məsafəsi homotetraya tətbiq oxşarlıq çevirməsidir və məsafələr K dəfə dəyişir. 2'ni vurarıq 7 onda 5'e eləyir 15. Mərkəzi koordinat başlanğıcı əmsalı 2'də 1 olan homotetriyada AB nöqtələrini eşitsin. Yenə də AB məsafəsini tapaq. -10 çıxmaq 14 kvadrat üstə gəlmək 8 çıxmaq -2 kvadrat. 24'ün kvadratı 576, bu da 100. 676, 26 çıxdı. AB'nin uzunluğu, deməli onda A1, B1'in uzunluğu 2'də 1 AB olmalıdır. 2'də 1 26'ya vuranda eləyir 13. A və B vahid vektorları verilmiştir. Vahid vektorun uzunluğu 1 olur. X kvadrat üstə gəl 0'ın kvadratı üstə gəl 1'in kvadratı bərabərdir 1. Buradan x 0 alınır. 1'in də uzunluğu 0 tam 136 üstə gəl y kvadrat üstə gəl 0'ın kvadratı bərabərdir 1. Buradan y kvadrat bərabər 0 tam 164. Y bərabərdir plus minus 0,8. C vektorunun da koordinatları olur 0, plus minus 0,8.
Bunda c'nin də uzunluğu bərabər olur. 0'ın kvadratı üstə gəl. Plus minus 0,8'in kvadratı. Bu deyilin 0,8. Altmış beş. A və B vahid vektorlardır. Vahid vektorlarda uzunluğu 1'dir deməli. Altmış beş. Bu 0,8 etdi onda. M kvadrat bərabərdir 0,136 plus minus 0,6. B. Deməli, B uzunluğu eləyir 1 plus 0 plus n kvadrat. Bərabərdir 1'ə. Buradan da n eləyir 0. Deməli, C vektorun koordinatları oldu. Plus minus 0,6. 0. C'nin uzunluğu bərabərdir. 0,16'nın kvadratı 0,136 plus. Bu deyilin 0,16. 66. Biz demişdik ki, vektorun çıxma qaydası belədir. Hər hansı vektor bərabərdir müəyyən bir dənə nöqtədən, eyni bir nöqtədən. Onun sonuna gələn vektordan başlanğıca gələn vektoru çıxırıq. Məsəl üçün B vektoruna baxaq. B vektorun sonuna gələn vektor A-dır, başlanğıca gələn vektor C-dir. Deməli, A-dan C-ni çıxmalıyıq. Sonuna gələndən başlanğıca gələni çıxacaq. İndi bizdən bu soruşur, A çıx B üstə gəl C vektoru. Gətirək yerinə qoyan görək nə alınır burada. Deməli, bizdən soruşur, A çıxmaq B üstə gəl C. B'nin yerine tapdığımızı yazaq. A minus C plus C bərabərdir. A vektoru çıx A vektoru üstə gəl C vektoru üstə gəl C vektoru. Eləyir 2C vektoru. 2C vektoru. Bu da bərabərdir. 2 vur. C vektorunun komponentlərini tapaq. C vektorunun sonu 9, 6'dır, başlanğıcı -3, 1'dir. Onda 9'dan çıxırıq -3'i, 6'dan çıxırıq 1'i. 2 vurulsun, 12, 5. 2'ni 12'ye vuranda 24, 2'ni 5'e vuranda 10. B vektorun deməli nə vardı? Tapdıq. İndi uzunluğunu soruşur. B vektorun uzunluğu. 24'ün kvadratı üstə gəl 10'un kvadratı. 676. Bundan da çıxır 26. Altmış yedi. Uyğunluğu müəyyən edir. Birinci. A'nın uzunluğu 0'ın kvadratı üstə gəl 1'in kvadratı eləyir 1. B'nin uzunluğu 0'ın uzunluğu üstə gəl 1'in kvadratı. Bu da eləyir 1. A bəndi düzdür. Uzunluqları bərabərdir. Sonra vahid vektorlardır. D də düz. İkinci. A vektoru 2, 4. A'nın uzunluğunu tapaq. 4, 16. Eləyir 20. Yəni 2 kök altda 5. B'nin uzunluğunu tapaq. 6'nın kvadratı 12'nin kvadratı. 180. 36 vur 5. 6 kök altda 5.
Yaxşı. Deyir A bərabərdir 3B vektoru. A 3B deyil. B 3A'dır. Hə. B 3A'ya bərabərdir. Çünki A-nı 3'ə vuranda B alınırdı. Bu 3'ü vuraq A vektoruna baxaq. A vektorun koordinat komponentləri 2, 4. Vuranda eləyir 3'də 2, 6, 3'də 4, 12. Deməli B vektoru alındı. B bərabərdir 3A'ya. C düzdür burada. C. Vahid vektorlar dör. Keçdi üçüncüyə. Deməli A vektoru 2'yə vuraq. 2'də 1, 2, 2'də 3, 6. B vektorunu aldıq. Deməli onda B oldu 2A vektoru. Y bəndi düz. Vahid vektor dör. Uzunluğu da bərabər dör. Deməli 1'ə AD, 2'yə C, 3'ə Y. 68. A vektoru, B vektoru. B'ni 2'yə vuraq. 2 vur B. Birincidə. 2'ni 4'ə vuranda 8, 2'ni 5'ə vuranda 10. Alındı A vektoru. A bərabər oldu 2B'yə. Y bəndi düz gəldi. Keçdi ikinciyə. Bunlar vahid vektorlardır. A'nın da uzunluğu 1'dir. B'nin də uzunluğu 1'dir. Çünki 1'in kvadratı 3 0'ın kvadratıdır hər ikisində. D düz gəldi. Vahid vektorlardır. B də düz gəldi. Keçdi üçüncüyə. B vektorun 4'ə vuranda ne alınır? 4'ü vurur 2'ye 8, 4'ü 4'e 16. A vektoru alındı. A bərabərdir 4B. A bəndi düz gəldi. Deməli 68. 1'ə Y, 2'yə BD, 3'ə də A. 69. Birinci. X plus Y'yi tapın. X'in qiyməti A plus B, Y'in qiyməti A minus B. Eləyir 2A vektoru. B bəndi düz gəldi. Keçək ikinciyə. X vektoru çıx Y vektoru. İki vur B vektoru. D variantı. Üçüncü. X vektor vur Y vektor. Bu vektorun hasilidir. Vektorun buna skalyar kvadrat deyirlər. Skalyar kvadratda uzunluğun kvadrati ilə eynidir. Yəni burada elə saxlayıb, qoy elə də qalsın. C bəndi düz. Deməli B, D, C. Yetmiş. Mənfi X.
eləyir mənfi 2A vektoru üstəgəl B vektoru. 2'ni bırak Y. 2A üstəgəl 4B beraberdir. 5B A bəndi. Geçti üçüncüsüne. X plus Y. 2A çıx B üstəgəl A plus 2B. 3A plus B vektoru. D bəndi. Uyğunluğu müəyyən edin. Birinci. AB vektorun koordinatlarını tapaq. Birdən çıxırıq mənfi 1'i, eləyir 2. 3'dən çıxırıq 0 eləyir 3. Mənfi 2'dən çıxırıq 4 eləyir mənfi 6. İndi uzunluğunu tapaq. 2'nin kvadratı 4, 3'ün kvadratı 9, mənfi 6'nın kvadratı 36. 49, 7 çıxdı. Deməli 2, 3, mənfi 6. B bəndi. Uzunluğu da 7, Y bəndi. B, Y. Geçti ikinciye. AB vektorunun komponentleri. 0'dan 6 çıxanda mənfi 6. Mənfi 5'dən 1 çıxanda mənfi 6. 1'dən mənfi 2 çıxanda 3. Mənfi 6, mənfi 6, 3. A bəndi. Uzunluğunu tapaq. Mənfi 6'nın kvadratı 36. 3'ün kvadratı 9. 81'dən 9 çıxır. Uzunluğu 9. D bəndi. Üçüncü. AB vektorunun komponentleri. 0'dan 3 çıxanda mənfi 3. 6'dan 0 çıxanda 6. Mənfi 3'dən 1 çıxanda mənfi 4. Mənfi 3, 6, mənfi 4. C bəndi. Uzunluğunu tapaq. Mənfi 3'ün kvadratı, 6'nın kvadratı, 4'ün kvadratı. 45, 16, 61. Yoxdur. 1'ə B'yi, 2'ə AD, 3'ə C. 72 birinci AB vektorunun komponentlerini tapaq. Birdən mənfi 2 çıxanda 3. 3'dən 0 çıxanda 3. Mənfi 3'dən 2 çıxanda mənfi 3'dən çıxanda mənfi 5. 3, 3, mənfi 5. B bəndi. İndi uzunluğunu tapaq. 3'ün kvadratı 9, 5'in kvadratı 25. Deməli 18, 25, 43. Yoxdur. Keçdi ikinciyə. 2'dən 0 çıxanda 2. 1'dən mənfi 2 çıxanda 3. 0'dan mənfi 6 çıxanda 6. 2, 3, 6. C bəndi. Uzunluğunu tapaq. 2'nin kvadratı 4, 3'ün kvadratı 9, 6'nın kvadratı 36. 7 elədi. D bəndi. Üçüncü. AB'nin komponentleri. 5'ten mənfi 3 çıxanda 8. Mənfi 4'ten 5 çıxanda mənfi 9. 6'dan mənfi 6 çıxanda 12. A bəndi. Sonra AB'nin uzunluğu.
64, 8'in kvadratı, 9'un kvadratı 81, 12'in kvadratı 144. 64, 81, 145, 144, 289, 17 çıxır. Y bəndi. A, Y. 1'e B, 2'ye CD, 3'e A'yı. 73. AC vektoru CB vektoruna bərabərdir. O nöqtəsinin koordinatları 0, 0 olarsa uyğunluğu müəyyən edir. Burada tapıb OC-ni əvvəl 1 için. OC vektoru. Deməli, C'nin koordinatından O'nun koordinatını çıxacaq. O'nun koordinatı 0, 0 olduğundan hələ OC-nin koordinatı C'nin öz koordinatı olur hələ. C'nin də koordinatını verməyib bizə. C'nin koordinatını götürək x, y. Onda olacaq x, y. Bu OC-nin koordinatı. OC də uyğunluğu müəyyən edir. A-nı verib, B-ni verib, C-ni verməyib. Belə eləyək onda. Əvvəlcə C'nin koordinatını götürək x, y. C nöqtəsinin koordinatları olsun x, y. C'nin. İndi AC vektorun koordinatını tapaq birincidə. AC. X-dan çıxacaq. AC. C'nin koordinatına A'nın koordinatları. X-dan çıxacaq. Mənfi 3 eləyəcək x plus 3. Y-dən çıxacaq 7-ni. Y çıx 7. Bu AC. Sonra tapaq CV-ni. CV. V'nin koordinatından C'nin koordinatını çıxacaq. V'nin koordinatı 7-dən 0 çıxanda 7. 9'dan 0 çıxanda 9. Şərtə görə AC CB-yə bərabərdir. İki vektor bərabərsə uyğun koordinatlar bərabər olmalıdır. Yəni x plus 3 7 olmalıdır. Y minus 7 9 olmalıdır. Buradan alındı x bərabərdir 4'e, y bərabərdir 16'ya. Onda OC vektorun koordinatları olacaq 4, 16. 4, 16. Yoxdur 4, 16. OC yoxdur. İndi mən CV-ni tapaq. CV niyə bərabər olur? CV. V'nin koordinatından C'nin koordinatını çıxacaq. V 7'dir. 7'dən çıxacaq 4'ü. Sonra 9'dan çıxacaq 16'nı. Olacaq 3 mənfi 7. Bu CV-dir. Bu da yoxdur. CV burada 7 çıx x 7'də. Koordinat başlanğıcına ayrılmayıb. Bax bu 7'dən çıxıq x'i. Sonra V 9'dan da çıxırıq y'yi. 7 çıx x, 9 çıx y. Buradan x eləyir 2, y də eləyir 8. İki 8. OC oldu 2 8. C bəndi. CV'yi de tapanda, CV'yi tapanda V'nin koordinatından V'nin koordinatından C'nin koordinatını çıxacaq. 7'dən 2'ni çıxacaq. 9'dan da çıxacaq 8'i.
5, 1. B'di. B de düz geldi. C de düz geldi. B, C. İkinci. İkincini başqa cür eləyək. Bu AC CB-yə bərabərdirsə, C deməli AB-nin ortasıdır. Orta nöqtəyə tapma düsturuna görə x0 bərabərdir. -4 üstəgəl 10 bölü 2. 3 eləyir. Y0 bərabərdir. 6 üstəgəl 8 bölü 2. Bu da 7 eləyir. Deməli C'nin koordinatları oldu 3, 7. 3, 7. Onda OC. Bunun komponentləri hələ 3, 7 olar. 3, 7 Y bəndidir. Bir də CB tapaq. CB. V'nin koordinatından C'nin koordinatını çıxacaq. 10-dan çıxırıq 3'i. 8'den çıxırıq 7'ni. 7, 1. D bəndi. Keçək üçüncüyə. Üçüncünü də belə eləyək. Orta nöqtəyə tapma düsturuna görə. X0 bərabərdir. -5 üstəgəl 13 bölü 2. 4. Y0 bərabərdir. 14 üstəgəl 8 bölü 2 eləyir 11. Deməli C'nin koordinatları oldu 4, 11. Onda OC'nin koordinatları olacaq komponentləri 4, 11. A bəndi. Bir də CB'ni tapaq. CB. V'nin koordinatından C'nin koordinatını çıxırıq. 13 çıx 4. 14 çıx 11. 13'dən 4 çıxanda 9, 3. Bu yoxdur. Deməli 1'ə uyğun gəldi. B ilə C. %73'də 1'ə uyğun gəldi B ilə C, 2'yə Y ilə D, 3'ə də A. 74. %74'də də AC CB'yə bərabərdir. Deməli C nöqtəsi AB'nin ortasıdır. Onda birincidə x0 bərabərdir. -5 plus 9 bölü 2 eləyir 2. Y0 bərabərdir. 9 üstəgəl 5 bölü 2 eləyir 7. C'nin koordinatları 2, 7 olduğuna görə və koordinat başlanğıcından ayrıldığına görə OC'nin də koordinatları 2, 7'dir. 2, 7 Y bəndi. Sonra burada AC'ni tapıb bir də. AC'yi də tapaq. C'nin koordinatına A'nın koordinatını çıxacaq. 2'dən çıxacaq. -5. AC 7'den çıxacaq 9. 7 -2. A bəndi. Keçdi ikincisine. X0 bərabərdir. -7 üstəgəl 13 bölü 2 eləyir 3. Y0 bərabərdir. 11 üstəgəl 7 bölü 2. 9. Deməli C nöqtəsinin koordinatları oldu 3, 9. Onda OC vektorunda koordinatları oldu 3, 9. Yəni komponent. 3, 9 D bəndi. Sonra AC'ni tapaq. AC. C'nin koordinatından A'nın koordinatını çıxırıq. 3'dən çıxırıq -7. 9'dan çıxırıq 11. 10 -2.
3, 9. Deməli 3-dən çıxırıq mənfi 7, 10 eləyir. 9-dan da çıxırıq 11. 9-dan 11 çıxanda mənfi 2 eləyir. AC alınmadı. 10 mənfi 2 yaxdır. Keçdi 3-cüyə. 0 bərabərdir. Mənfi 6 üstəgəl 14 bölü 2. 14'ten 6 çıxanda 8, 8 2'ye bölündə 4. Y0 bərabərdir. 12 üstəgəl 4 bölü 2. 8. Deməli C'nin koordinatı oldu 4, 8. Onda OC vektorunda komponentlər oldu 4, 8. B bəndi. Sonra da AC'ye tapaq. C'nin koordinatını A'nın koordinatını çıxaq. 4 çıxmaq mənfi 6 eləyir 10. 8 çıx 12 eləyir mənfi 4. 10 mənfi 4 C bəndi. Deməli 74. 1'ə uyğun gəldi AY, 2'yə uyğun gəldi D, 3'ə uyğun gəldi BC. 75. Ətraflı yazılı cavab tələb olunan tapşırıqlar. Diaqramda verilənlərə əsasən 2A üstəgəl 3B vektorunun komponentlərini tapın. Deməli A vektorunun komponentləri 4, 8, 3. B vektorunun komponentləri 7, 5, 6. A üstəgəl 3B vektorunu tapaq. 2A üstəgəl 3B bərabərdir. 2'ni bıraq A'nın koordinatlarına. 2'də 4, 8, 2'də 8, 16, 2'də 3, 6. 3'ü bıraq B'nin komponentlərinə. 3'də 7, 21, 3'də 5, 15, 3'də 6, 18. İndi uyğun koordinatları toplayaq. 8 ilə 21 eləyir 29. 16 ilə 15 31. 6 ilə 18 24. 29 31 24. Nömrə 75. 29 31 24. 76. A vektorunun komponentləri 5, 7, 2. B vektorunun komponentləri 8, 4, 6. Üç A plus 2B bərabərdir. 3'ü A'ya vururuq 15. 3'də 7, 21, 3'də 2, 6. Üstəgəl 2'ni B'nin komponentlərinə vururuq. 2'də 8, 16, 2'də 4, 8, 2'də 6, 12. Uyğun koordinatları toplayırıq. 15, 6, 31. 21, 8, 29. 6, 12, 18. 31, 29, 18. 79. 76 sonra 77. O mərkəzli 3 əmsallı homotetrada kürə üzərindəki A nöqtəsi H nöqtəsinə keçib H nöqtəsinin koordinatlarını tapın. Deməli, homotetranın tərifinə görə OH bərabərdir 3 vurulsun OA. OH-in koordinatlarını götürək X, Y, Z. Onda OH olacaq
A-in koordinatlarına O'nun koordinatını çıxacaq. X çıxmaq 5, Y çıxmaq 2, Z çıxmaq 1. Bu OA'. İndi OA-nı tapaq. OA vektoru. A-nın koordinatından O'nun koordinatını çıxacaq. 0-dan 5 çıxanda -5, -2-dən 2 çıxanda -4, 7-dən 1 çıxanda 6. 3'ü vuraq OA vektoruna. Uyğun komponentlərə vururuq. 3'də -5, 15, 3'də -14, -12, 3'də 6, 18. O A' 3 o A'ya bərabərdir. O tənliyi yerinə qoysuq, uyğun koordinatlar bərabər olacaq. X -5 -15'ə, sonra Y -2 -12'ə, Z -1 18'ə. Buradan X bərabərdir -10, Y bərabərdir -10, Z bərabərdir 19. Bunların cəmi soruşur. -10, -10, müsbət 19. Eləyir -1. 78. O mərkəzli iki əmsallı homometriyada M nöqtəsi M' nöqtəsinə keçib. M' nöqtəsinin koordinatlarını işarə eləyək X, Y, Z-nə. Tənliyimiz də olacaq deməli O M' vektoru bərabərdir 2 vurulsun OM vektoruna. O M' tapaq əvvəl. M' koordinatından O'nun uyğun koordinatını çıxacaq. X çıxı 6, Y çıx 4, Z çıx 1. İndi O M-i tapaq. 4 çıx 6, -2, 0 çıx 4, -4, -5 çıx 1, -6. 2'ni vuraq O M-ə. 2'ni -2'yə vuranda -4, 2'ni -4'dən -8, 2'ni -6'ya -12. Deməli, tənliyi də qoyaq yerinə. O M' bərabərdir 2 vur O M. Deməli, O M' onda birinci koordinatı X -6, 2 O M-in birinci koordinatı -4'ə bərabərdir. Sonra O M' ikinci koordinatı, yəni Y -4, 2 O M-in ikinci koordinatı -8'ə. Üçüncü koordinatı da Z -1 bərabərdir -12'yə. Sistemi həll eləyək. X bərabərdir 2, Y bərabərdir -4, Z bərabərdir -11. Koordinatların cəmi soruşur. 2, -4, -11. Eləyir -13. 79. M vektorunun uzunluğunu tapın. M bərabərdir AB çıx CB çıx DC. Əvvəlcə burada belə bir çevirmə aparaq. Vektordakı nöqtələrin yerini dəyişəndə əks vektor alınır. C ilə B-nin yerini dəyişəndə işarə dəyişdi. C ilə də D-nin yerini dəyişəndə işarə dəyişdi. Vektorun toplanmasına görə AB ilə BC-yi toplayanda AC verir, AC ilə də CD-yi toplayanda AD verir. Deməli, alındı AD. AD. AD-nin də komponentlərini tapanda bu bərabərdir. D-nin koordinatından A-nın koordinatını çıxacaq. D-nin koordinatları nə eləyir? Yazaq bura. 2, 3, 4, 5, 6, 7, 8, 9. Birinci koordinatı 9. İkinci koordinatı deməli 1, 2, 3, 4'dür. A'nın koordinatları 1, 2. Deməli D'nin koordinatını A'nın koordinatını çıxırıq.
9'dan çıxacaq 1'i. Sonra da 4'ten çıxacaq 2'ni. Bu deyilir 8, 2. Uzunluğunu tapın deyir. M vektorun uzunluğu. 8'in kvadratı üstə gəl 2'nin kvadratı. 64, 4, 68. 68, 4 vur 17. 4'ten 2 çıxır, kök altı 17 qalır. 2 kök altı 17. 80. N bərabərdir. AB çıx CB çıx DC. Bu da bərabərdir. AB üstə gəl BC. Yerlərini dəyişdik nöqtələrin. Bu da üstə gəl CD. Bu da verir. AB ilə BC bizə verir AC. AC ilə də CD vektorların toplanma qaydasına görə AD idi. İndi bunun komponentlərini tapaq. Şəkilə baxaq. A'nın koordinatları eləyir 1, 3. D'nin koordinatları 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9, 9. Sonra buradan 1, 2, 3, 4, 5, 9, 5. Deməli, D'nin koordinatını A'nın koordinatını çıxacaq. 9'dan çıxırıq 1'i. 5'ten çıxırıq 3'ü. Bu eləyir 8, 2. M vektorunda uzunluğu soruşur. 8'in kvadratı üstə gəl 2'nin kvadratı. 64, 4, 68, 4 vur 17'dir, 2 kök altı 17.